Roman 2014'te yazılıb. Müəllifin son romanıdır. Paris'te yaşayan birkaç erkek arkadaşın günlük hayatları etrafında döner. Olay örgüsü çok büyük dramatik kırılmalara dayanmaz. Aksine önemsiz gibi görünen küçük anlar, tesadüfler, sohbetler üzerinden ilerler. Alayın annesi tarafından terk edilmiştir. Kadınların göbek deliğine duyduğu takıntı üzerinden modern güzellik anlayışını ve erotizmin değişimini sorgular. Ramon sezgileri gezer, sergileri gezer, sanat ve hayat üzerine düşünür. Modern insanın yüzeyselliğini fark eder. Dardello kanser olduğunu yalan söyleyerek insanların ilgisini çekmeye çalışır. İnsanların acıya gösterdiği yapay ilgiyi temsil eder. Charles ve Caliban C ilə yazılıb, bilmirəm də tələffüzü yəqin belədir. Mizah və absürdlük ünsürü taşırlar. Stalinlə ilgili uydurma bir hikayə anlatırlar. Burada məncə obrazlar bitdi. Sonra nə gəlir? Karakterləri, temaları danışdı. Ana temalar önəmsizlikdir. Kundera'ya göre hayatın özü dramatik büyüklükte değil, küçük, sıradan ve önemsiz görünen anların içindedir. Roman önemsizliğini kabul etmenin bir tür bilgelik olduğunu söyler. Müdrik olmak istəyirsə anlamalısın hayatta zerre olduğunu. Modern insanın yüzeyselliği, göbek deliği modası, yapay hastalık hikayeleri, sosyal ilgiler. Hepsi çağdaş dünyanın boşluklarını gösterir. Mizah ve ironi, Stalin'in keklik hikayesi gibi absürt anlatılarla totaliter rejimlerin ciddiyeti bile hafif ve ironik biçimde ele alınır. Varoluş ve hafiflik, Kundera'nın diğer eserlerinde özellikle var olmanın dayanılmaz hafifliği. Benim müəllifin okuduğum ilk ve tek romanı, düşünürəm romandır da, bilmirəm, eser yazıb. Həmin o kitabdır yalnızca. O da mənə dili çətin gəlmişdi. Çünki 18 yaşlarından başlayaraq oxumuşdum. Bəlli kitablar var. Sadəcə maraq üçün bəlli bir kitablar oxumuşdum. Hələ seçimlərini anlamaq üçün ki, hansı tiplərdən xoşlayıram, hansı tip əsərləri sevirəm deyə onu anlamaq üçün oxuduğum vaxtlar idi. Həmin bir əsərdə gördüyümüz hafiflik teması burada daha sakin ve bilmirəm, sözün üzəri bağlanıb müəyyən bir tonda işlənir yazıb. Romanın xüsusiyyətlərinə aid yazır ki, kısa və fəlsəfi bir romandır. Büyük olaylar yerinə düşüncə və söhbət ağırlıqlıdır. Kundera'nın olgunluk dönemi eseri o daha yumuşak ve mizahi bir tona sahiptir. Hayatı fazla ciddiye almamak gerektiğini ima eder. Nasıl deyirdim ya? Bu mənə bir kitab oxumuşdum daha önce başka bir müəllifin. O kitabı xatırlatdı. Ön planda 6 obraz var. Burada da belə başa düşdüm ki, hamısı kişi qarşı cinsdən ibarət. Adamların dostluqlarından bəhs edir. Həmin yəqin ki, gənc insanlardır, yaşlarını qeyd eləmədi. Onların ətrafında dönür əsər. Mənim deməli müəllif haqqında eşitdiyim, baxdığım videolara əsasən Çek asıllı yazardı. Öz ölkəsini tərk edib müəyyən düşüncələrinə görə daha sonra yaşamını Fransada sürdürüb orada yazıb əsərlərini. Belə videolarda yadımda qalan məlumat budur. Nə film çəkilibsə əsərlərinə aid heç birini bəyənməyib. 90 neçə yaşında vəfat edib, səhv eləmirəmsə 94. Ölümünə aid videolar 2 il əvvələ dayanır. Həmin videoların deməli yüklənmə tarixinə baxdım, elə idi. Daha sonra, yəni istəməyib. O kitabda daha özünə məxsus bir şəkildə hər şey ifadə edib və filmlər təbii ki izlənmə sayı çox olsun deyənə
dəyişdirilib, bilərək təhrif edilib. O isə xoşlamayıb yəni filmləri ki, mənim anlatmaq istədiyimi anlatmır film tam olaraq. Belə başa düşülür ki, kaprizli adam olub, həyata yüklədiyi anlamlar tam başqa olub. Tarixdə adını qoyub gedən hər kəs kimi, o da yəni özü ümumiyyətlə yazar olmaqla bağlı mənim çox sevdiyim bir müəllifin fikirləri var idi ki, yazar elə bir adamdır ki, hamı ilə danışır, ünsiyyət qurur, gerçək payı olan bir çox hekayələri paylaşır, amma bunun paralelində hər obrazı özü yaradır deyə özünü həqiqətən də yaradan, dırnaq içində kimi təsəvvür eləyir. Yəni bu belləyindən, yaddaşından süzülən hər bir obraz, hansı ki onu istəsə öldürə bilir, istəsə yaşada bilir, istəsə başına xoş bir hadisələr gətirə bilir, istəsə daha pis bir şeylər və yazar olmaq bir növ özünü dırnaq içində, yenə deyirəm, yaradanla müqayisə eləmək kimi bir şeydir. Hər kəsin qəderi sənin əlindədir bir şəkildə. Yəni ürəyin istədiyini eləyərsən, hər nə qədər bəzən yazmaq istəmədiyin günlərdə yazarsan, bəzən heç bir ilham pərisi gəlməyən vaxtlarda bir-iki səhifə yazarsan, bəzən axıcı bir şəkildə hər hansı bir gecənin bir aləmi yuxudan oyanıb peşi sıra düzərsən də bütün ağlıva gəlib artıq romanı və ya başqa bir janrda olan əsəri necə şəkilləndirmək istəyirsən. Yazarlıqla bağlı o qədər maraqlı bir fikirləri var idi ki, dediyim kimi, bədii ədəbiyyata olan maraq həmin elə bir vaxtda düşür ki, elə bir dövrə düşür ki, başqalarının da təsiri ilə yəni fikirləşsən ki, oxuduğum kitablar mənə necə təsir eləyə bilər, mənim şəxsiyyətimi necə dönüşdürə bilər, buna uyğun da müəyyən seçimlərini eləyirsən. Bəzən zövqünün formalaşmasına yönəlik zaman dilimi olur ki, özünü bir növ tapırsan da, kitabı dünyadan qaçış kimi dış aləmdən bir növ uzaqlaşmaq kimi qəbul edir də kimlərsə. Bəzilərinə görə bu işdir, həqiqətən də yazdığı kitablardan pul qazanır, bəzilərinə görə sadəcə başqa bir dünyaya səyahət kimidir, yəni ətrafında yeni tanışlıqlar qura bilməyən, ətrafında lazımi sosial münasibətlərdən tatmin almayan biriləri üçün kitab oxumaq başqa bir dünyadır, fəlsəfədir, elə bir düşüncədir ki, yəni sən fikirləşmə qabiliyyətini itiləyir, fantaziyanı genişlədir, təxəyyül və bir qatqıda bulunur, istər-istəməz. Yəni olmazsa olmazı kimi təqdim edir bəzi insanlar. Yəni həyatında elə bir önəmli bir hobi kimi götürür, ələ alır ki, mütaliəni. İstər-istəməz burada başqa nə var idi? Məncə bitdi. Bu qədər idi məlumat, amma digərləri barədə də məlumat var idi. Xırda-xırda, çox qısa özətlər. Əslində çox pis bir şey deyil idi də. Yəni oxumağa maraqlı hissələr var. Yəni bəzilərinin özətinə baxanda həmin bir şey oxumağa olan həvəs yaranır istər-istəməz. Bəzən kəlmələr həqiqətən də axıcı olmayan, düşünürsən, axtardığın kəlməni tapa bilmirsən fikrini ifadə eləmə yönündə. O mənada düşünürəm ki, bəlli müəlliflər var ki, onların əsərlərini oxumağa yəni haqqını verir də istifadə elədiyin, istifadə elədiyin zamanın, vaxtını israf eləmirsən. Kimlərsə, bilmirəm, o dilləri manipulə edən insanları həyatımdan çıxartmışam. Yəni araşdırın, zövqünüzə uyursa mütləq oxuyun. Çünki mən müəllifin əsərləri barədə axtarışa verdim. Bəlli bir rus dili olsun, türk dili olsun bir şeylər çıxır. İngiliscədə bir şeylər çıxır, amma baxır da sənə hansı dil rahatdır və sən yorulmursan onu dinləyəndə. O mənada dəhşət çox bir şey tapmadım. Bestseller olaraq sunulan, gənclərə təqdim olunan ki, mütləq o kitabları oxuyun. Onların arasında siyahı da yoxdur. Çünki o siyahıda məncə çox adam da
razılaşar ki, o qədər çərəz tipli kitablar var ki, hə, bir gecəyə oxumaq olar. Yəni heç bir məna ifadə eləməyən, mənasız romantik bir şeylər yazan, nə bilim, yanlış yönləndirən, ola bilsin ki, lazımsız bir şeylərdir də, bir şəkildə maraq yaradırlar. Hə, kimlərsə qaçır, oxuyur, neynir, alır. Yəni zövq məsələsidir. Belə, sağlıqla qalın.